Salam əziz izləyicilər. Bugün tamam fərqli bir video ilə sizlərin qonağıyam. Hal-hazırda qəhrəman şəhidlərindən kitablarımda da tanıdığınız Qusar qəhrəmanımız Ümid Xəncəlovun evindəyik. Bu dəfə niyə deyirəm fərqlidir çəkilişimiz? Bu dəfə Qusarın adət-ənənəsini özündə yaşadan, əl işlərində tarixin vərəqlərinə həkk edən qəhrəman şəhidimizin anası Məryəm ananın əl işləri ilə tanış olacaq. Onu da xüsusi olaraq vurğulamaq istəyirəm ki, Məryəm ana həm də tarixi yaşatmaqla yanaşı, bax bu gördüyünüz əl işləri eyni zamanda satışda da var. İstəsəz, Qusarın naxışları ilə bəzədilmiş bu papuçlardan siz də sifariş eləyə bilərsiniz şəhidimizin anasından. Və indi istəyərdim ki, daha yaxından bu naxışlarla bağlı sizləri tanış edim. Məryəm ana, bu naxışların mənaları, xüsusi özəllikləri varmı? Özellikler bu tülpan gülüdür. Tülpan. Bu bizim Ləzgicə deyirlər ki, dana gözü. Bu naxış dana gözü. Bu da yarımçıq alma deyir, yarımçıq alma. Bunlar da deyir ki, keçi boynuzu. Bizim dilimizdə, Ləzgi dilində keçi boynuzu deyir buna. Buna da Buta. 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 Bu yox, bu da almaz şeydir. Buta de, budur. Bu da buta. Bu da buta deyil. Bu ürəkdir. Ürək naxışı, bunun ürək naxışı. Bu gülə oxşuyur. Bu da güldür, bu da tülpan gülüdür. Bu da tülpan gülüdür. Bu da güldür, bu da tülpan gülüdür. Tülpan. Bu gül, bu hansıdır? Bu da deyəsən güldür. Bu da hansı gülsə mən bilmirəm bu gülü. Bu da şeydir. Bizim dildə dana gözü deyirlər buna, bu çeşnəsinə. Bu da hərfdir deyəsən. Hərf kimi, x hərfi. X hərfi. Və gördüyünüz kimi anamızın əlində daha bir naxış var. O da tamamlanmaq üzrədir. Bu gözəl papuçlar, qabaqdan da qış gəlir. Həm ayağınız isti olsun, həm milli adət-ənənələrimizi yaşadaq, milli dəyərlərimizə daha da dəyər qataq. Üstəlik də bu əl işləri bir şəhid anasının əlindən çıxırsa, məncə bundan dəyərli, bundan gözəl bir hədiyyə olmaz. Odur ki, əgər siz də övladlarınızın sağlam böyüməsini istəyirsinizsə, qışda soyuqdan qorunmaq istəyirsinizsə, Məryəm anamızdan bu cür naxışlı papuçları sifariş verə bilərsiniz. Qiymətləri də çox münasibdir. Elə bir neçəsini də mən özüm sifariş vermişəm. Onu da xüsusi olaraq qeyd edim ki, qəhrəman şəhidimiz Qusarın Hiv kəndindən olan şəhidimizdir. Ancaq sosial şəbəkələrdə aktivdir Məryəm anamız. Siz istənilən sosial şəbəkələr vasitəsilə də sifarişlər verə bilərsiniz bu papuçlarla əlaqədar.